azad olunmasında, müstəqilliğimizin əldə olunmasında və suverenliğimizin bərpa olunmasında canından keçən bütün şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad eləyək. Ruhlar şad olsun. Qəhrəman şəhidimiz Həmidov Rəhim Ehtiramoğlu'nun torpağa tapşırıldığının 5-ci il dönümüdür və anım gününə yığışmışıq. Mən əvvəlcədən gələn hər kəsə, rayon icra hakimiyyətinin nümayəndələrinə, din xadimlərinə, pedagojik kollektivlərə, ictimaiyyətin nümayəndələrinə və xüsusən də şəhid analarına, şəhid atalarına qabacıdan minnətdarlığımı bildirirəm ki, bugün qəhrəman şəhidimizin anım günündə iştirak edirsiniz. Bir anlıq Quran-ı Kərimdən qardaşımız oxuyanda yadıma bir başqa bir şey düşdü. 93-cü ildə Məmmurtu kəndində bir şəhidimiz vardı, gözümün qabağında böyümüşdü. Paşa öyle baxdı. Məzarı da buradadır, Nimətin oğlu. Aləni yaxından tanıydım və o uşaq da gözümün qarşısında böyümüşdü və onun dəfnində Nemət orada dedi ki, mən fəxr edirəm ki, mən şəhid Murad öz-özümə fikirləşdim ki, bu nə danışıraq. Heç bilməzdim ki, illər keçər. Bu hissi biz də yaşayarıq, həmin cümlələri duvarı özümüzə istifadə edərək. Bəli, mən hər dəfə çıxış eləyəndə fəxrlə Xəyyam atası olduğuma görə fəxr edirəm. O cümlədən bizim ətrafımızda olan bütün şəhid valideynləri övladları ilə fəxr eləməlidirlər və fəxr edirlər. Çünki Azərbaycanın gələcəyin, xoşbəxt gələcəyin, azad gələcəyin, suveren gələcəyin bu millətə bəxş eləyən, burada yatan Azərbaycanın bütün bölgələrində yatan bizim şəhidlərimizdir. Bizim o dövrdə və indi də xidmət eləyən, səngərlərdə sizləri, bizləri qoruyan əskərlərimizdir, zabitlərimizdir, ordumuzdur. Mən Rəhimi də tanıyırdım. Çox təəssüf ki, bugün biz onun məzarını indiyik. Çox əziyyətdən böyümüş bir qismət varmış. Biz hələ dərk eləyə bilmirik, çünki ağrı o qədər acıdır ki, böyük məqamına yetişiblər. Onlar şəhid məqamın İnsanların da bugün bura gəlməsi, qəlbinin hökmünə qulaq asırlar. Bizə verir və biz də həmin əməlləri yerinə yetiririk. Onunla keçən gecəsi noyabrın, amma yenə də bizim bölgələrə, kəndlərimizə, şəhərlərimizə acı xəbərlər davamlı gəlirdi. Onlardan biri də Rəhim qəhrəman şəhidimizin acı xəbəri idi. Bir neçə şəhidimiz var ki, artıq biz onları bu ay və gələn ayda qeyd eləyəcəyik və ondan sonra tədbirləri olmur. Mən nə arzulayardım? Bir daha şəhid. Çünki bu çox ağırdır. İnsanlar müxtəlif formada həyatını dəyişirlər. Xəstəlikdən olur, qəza baş verir, müəyyən hadisələr baş verir. İraq olsun, intihar eləyirlər zamanlarımız. Çox artıq dərəcədə çoxdur bunlar. Amma sağlam, ağıllı, tərbiyəli övladı bir an içində güllə yarası ilə itirmək bu tamam başqa bir şeydir. Bizlər olsaq da olmasaq da şəhid məzarı bir ziyarətdir. Oranı ziyarət eləmək insanın özünə lazımdır. Gələn hər kəsin özü üçün bu lazımdır. Və biz digər, bizdən sonra gələn nəsillərə izah eləməliyik ki, bu övladlar, bu oğullar, bu yiğitlər nəyin uğrunda, kimlər uğrunda, dövlətçiliyimiz uğrunda canlarından keçiblər. Bunları həmişə yad eləmək bizim borcumuzdur. Nəinki bizim bu Azərbaycan dövlətində, torpağında kim yaşayırsa, hər kəsin bir haqq borcu var. Şəhidləri anmalıyıq, yada salmalıyıq və digərlərinə izah eləməliyik ki, bunlar neyiniyib,
Ne hoş bizim günümüzde ki biz bu çağdaş dövrün insanlarıyıq. Biz 100 yıl keçəndən sonra onlar hakkında danışılanda həmin dövrün insanları diyecek ki, o dövrde yaşayan insanlar gör ne xoşbəxt olublar ki, həmin anları özləri yaşayıblar, özləri görüblər. Ona göre de ruhlar şad olsun deyirəm bütün şəhidlərimizin. Valideynlərə səbir dözüm diləyirəm. Bizim çok şəhidlərimiz var ki, övladları qalıb. Xoş günlərin nənələrinə, babalarına, analarına göstərsin. Və hər kəs də mən inanıram ki, onların ən xoş günündə o ailənin yanında olacaq. Bizim borcumuz da o övladların yanında olmaq. Onlar qayğı tələb edən və qayğı olunmalı insanlardır ki, bir nömrəli adamlar ki, onların qayğısını nəinki dövlət, bütün millət çəkməlidir. Ruhlar şad olsun. Eldəniz müəllim. Ancaq Hüseyin ki, hər zaman onu bir adətənliyə çevirdiyinə görə bir şəhid atası olaraq sizə təşəkkür edirəm ki, çünki burada uyan 93-cü ilin şəhidlərimiz də var və Atəşkəs dövründə həmin o şəhid atası da buradadır və bizlə görüşdü və yalnız o Xocabənddə şəhid olubdur. Bir vətənimiz var, bir Qarabağımız var, hər biri vətən uğrunda gedibdir. Bu 5 il müddətində Rəhimin təhsil aldığı kollec İsmailli'dən hər il bura gəlirlər. Onu bir özümüzə borc bildik ki, onlara da öz təşəkkürümüzü bildirək. Bugünkü günü burada həm İsmailli'nin, həm Ağsuyun şəhid valideynləri iştirak edir. Mən hamısında da olmasam, bir neçəsinin ailəsində olmuşam və şəhidlərimizi ziyarət eləmişik. Çünki hər biri vətən uğrunda gedir. Fərqi yoxdur. İstəyir İsmailli olsun, istəyir Ağsu olsun, istəyir Göyçay olsun. Bir amacımız var idi. Suverenliyimiz bərpa olunsun, ərazi bütövlüyümüz bərpa olunsun. Və burada da ən böyük əməyi olan şəhidlərimizdir, döyüşçülərimizdir. Bəzən mən düzdür, bu qazi veteran sözlərini qəbul eləmirəm. Müharibə iştirakçısı və müharibə əlillərimizdir. Rəhim həyat dolu bir oğul olub. Rəhimin keçdiyi həyat yolunu, düzdür, mən Rəhimi sağlığında tanımasam da, amma Rəhimin tanıyanlar, dostları və iş kollektivi, yəni onu belə deyək də, kövrəlməmiş xatırlamaq mümkündür. Çünki o qədər vətənpərvər insan olub, o qədər bir həyat dolu bir insan olub. Bildiyiniz kimi kolleci bitirdikdən sonra universitetə qəbul olub. Amma o talihi şəhidliymiş. Bəlkə də oxuyub gələcəkdə, nə bilim, hansısa bir kreslo arxasında əyləşə bilərdi. Deməli, Allahın sevdiyi bəndədir ki, Allah onu öz dərgahına apardı. Bu günlərim, düz ölüm haqdır. Bütün canlı öləcək. Heç kim bu dünyanı tutub getmir, əbəli heç nə yoxdur. Amma şəhidlik zirvəsi hər adama nəsib olmur. Yəni, bura yığılan insanlar da şəhid sevər insanlardır. İndi şəhid ailələrini başa düşürük ki, köz düşdüyü yeri yandırır. O insanlar daim onsuz da özlərinə bir təskinlik tapırlar. Hansı ki, bir günlərim məni kənar yox elə, öz qohumumdan soruşublar ki, Eldənizin nə etsən, deyiblər, hansı Eldəniz, o qəbristanlıqlarda başdaşını qucaqlayıb şəkil çəkdirən. Yəni, o soruşan dostum da məyus olmuşdu. Çünki siz onu o yaşamayıb, o qohumun da olsa bilmir də, yəni o ağır acı nədir olduğunu bilmir. Deyir, qəbristanlıqdan kim qorxur? Ərzini itirməyən. Amma ərzini itirən qəbristanlıqdan qorxmur. Gecə də olsa, gündüz də olsa, o onun doğmasıdır, gəlir onu ziyarət edir. Çünki illərlə mən bu ağracını yaşamışdım, artıq 30 il idi. Və tələbələr var ki, onlar elə bir buranı daimi ziyarətgah bilirlər. Və məktəblilər var ki, onları məktəb bura təşkil edir. Onlar bizdən də sonra gəlib hər zaman şəhidlərimizə son. Rəhim, haqqını bizə halal elə. Həqiqətən bu ailəyə mənim xüsusi bir hörmətim var. Çünki bizim yanımızda Türklər hansı ki bizdə Göyçay şəhid ailələr yazmışdıq. Bütün o aparılan yardımların üstündə. O hamısı şəhid ailələrin yardımı deyildi. O Göyçayın yardımı idi. İstəyir onun Slavi vətəndaşı olsun, istər və digər. Bizə görə onun üstünə Göyçayın şəhid ailələri yazmışdıq. Bəzən onu qəbul eləməyənlər də var idi. Biri var Slavi insan, amma biri var ki, ali təhsilli insanlar var ki, mənə zəng eləmişlər ki, niyə elə yazmışsınız onu? Deyirəm, sən o şəhidinlə fəxr eləmirsən. O şəhidinlə qürur duymalısan ki, bugün sənin şəhidinin belə deyək də yardımı Türkiyədə o evsiz insanlara çatdırılır və s. İndi o, biz hərdən deyirik onu, bu şəhid vətən sevgisi təmənnasızdır. O qəlbən varlı insanlara şamil olunur. Bu günlərin bura
toplaşan bu insanlar özlərində bir rahatçılıq tapırlar ki, bugün mən getdim şəhədimin məzarını ziyarət elədim və oradan bir özünə şəfa bulur. Və ona hidayət elədim ki, haqqını mənə halal elə. Qanınız, canınız bahasından o qələbəni, zəfəri bizlərimizin ruhunu şad eləsin, məkanı cənnət eləsin. Haqqını bizə halal elə şəhidim. Ruhun qarşısında baş əyirik. Çox sağ olun. Son olaraq gələn qonaqlarımızı, şəhid analarını, şəhid atalarını salamlayıram. Çox sözlər demək olar, amma şəhid anaların çıxışından sonra çıxış eləmək həqiqətən bir çətin məsələdir. İnşallah ki, keçən bu 5 ildə biz haqqı ilə dərk eləyənmədik, şəhidlərimizi tanıya bilmədik həqiqətən. Yəni şəhidlərin məqamı o qədər böyükdür ki, yəni ona bir ömür bəs eləməz, bir ömür bəs eləməz. Biz əslində dünya cəhəti ilə əlbəttə ki, sıxıntılıdır, əziyyətdir. Bu dünyanın halı belə. Yəni evlatlarımız yanımızda olsaydı daha gözəl bir həyat olardı deyək. Amma bundan ötəki bir həyat var, bundan sonraki bir həyat var. Çox şükür ki, onlar əbədi həyatlarını təmin edədilər. İnşallah ki, cənnətdədirlər. Nə deyir? Deyir, elə bil ki, şəhidlər yaxınlarına şəfayətçi olacaqlar. Onları cəhənnəmdən qurtaracaqlar inşallah, özlərini qurtardıqları kimi. Şəhidə cənnətə buyur deyəndə deyir, yox, anam girməsə, mən girmərəm deyir. Yəni, şəhidin hörmətinə anasını, atasını, həyat yoldaşını, evlatlarını, bəzi yerdə 70, bəzi yerdə 7000, əlbət, inşallah ki, o irəlidə anlaşılacaq. O məqamları yüksək olursan inşallah, bu millətə şəfayətçi olacaqlar, Allah nəsib eləsin. Həqiqətdə elə bil ki, bizə Allah nəsib eləsin, şəhidlərimizi dərk eləməyə, şəhidlərimiz üçün həyatımızı qurmağa Allah bizlərə nəsib eləsin. İnşallah ki, bu millət unutmayacaq. Bu tədbirlərin bu şəkildə davamiyyəti inşallah ki, bu millət üçün, gələcək üçün çox xeyirli bir şey. İnşallah biz də unutturmayaq. İnşallah cənnətdə görüşmək arzusu ilə inşallah. Allah hər birimizdən razı olsun. Allah onların məqamını uza eləsin. Peyğəmbər Əfəndimizə qonş eləsin. Şəfayətlərinə bizləri nail eləsin. Bizlərə şəhidlərimizə qonş eləsin inşallah. Bütün şəhid valideynlərə, şəhid istəyənlərə Allah hidayət nəsib eləsin. Allah hər birimizə səbirlər versin. Sağ olun. Bütün tədbir iştirakçılarını, Ağsudan, İsmaildən gələn bazı qardaşlarımı hamınızı salamlayıram. Çox sağ olun ki, o boyda məsafəni qət edib gəlmişsiniz bizim bu oğlanlarımıza görə. Ehtiram qardaş, Gülnaz bacı, Allah səbir versin ki, bugün Baluzun 5 ilimizi il döndü. Biz elə bilirdik ki, il keçdikcə biraz rahatlaşarıq, amma illər keçdikcə bizim yaramız daha da kükrüyür, qalxır, daha da pis olur. O sağalmaz yara həmişə bizimlə gedir. Mən onu deyərdim ki, Qarabağımızı bizə alıb verən oğlanlar, şəhidlərimiz, elə şəhid qəhrəman demək. Heç bir ana, heç bir atıya məzar daşını qucaqlayıb ağlamağı qismət eləməsin. Onlar bizə Qarabağımızı aldılar deyirlər. Mən Qarabağa balam bağı deyərdim. Çünki orada bizim balalarımızın qanı var. Onlar bizə hər şeyi halal eləsinlər. Çünki onlar elə bir oğlanlardır ki, Qarabağa gedən yolun şah əsərləridir. O oğlanlar belə oğlanlardır. Şəxsən mənim oğlum mənə həmişə deyirdi ki, Mübariz İbrahimov görün nə vaxt şəhid olub. Ana televiziyaya bax, Mübarizin anası danışır. Vaxt gələcək, sən də danışarsan. Deməli, bunlara hər şey ayan olmuşdur. Onlar bizim Azərbaycanın bütün ölkələr içində birinci elədi. Bayraqlarımızı hamının bayraqlarından üstün elədi. O bayraqlarda onların nəfəsi, ürəyi döyünür. Bizim aldığımız hava da, verdiyimiz nəfəs, aldığımız nəfəs də onlara aiddir. Onlar olmasaydı, biz belə burada dayanıb danışa bilməzdik, gəzə bilməzdik. Biz, təkcə biz yox, hamımız onlara borçluyuz. Hamımızın boynunda onların nətər deməyə sözümüz, hər şeyimiz var. Onlar elə bir oğlanlar idi. Onlar Azərbaycanı Azərbaycan elədi. Vətəni qaytarıb özləri qayıtmayan oğlanlar oldu. Onlar belə igidlər idi. Mən nə deyərdim?
bala yarası Allah heç bir evə düşməsin. Bala yarası heç nəyə bənzəmir. Mən 5 bacının bir qardaşımız olub. Qardaşımı da itirmişəm, bacılarımı da itirmişəm. Bağışlayın, atamı, anamı, həyat yoldaşımı itirmişəm. Amma vidada ağrısın heç kimi də görməmişəm. Mən yoldaşıma deyərdim ki, xoşbəxt atasan ki, sən vidadın çeynində getdin. Sən görmədin bu acını, bu yaranı görmədin. Mən həm ata kimi, həm ana kimi çəkirəm bu acını. Ona görə deyirəm ki, bu oğlanlar əmanətlər verdi bizə. O əmanətlərin qarultusuyam mən. Bəzi tədbirlərə gələ bilmirəm. Yəqin məni başa düşə bilərlər ki, mən şəhid əmanətlərini qoruyuram. Vaxt olanda, imkan tapanda gəlirəm. Əgər Göyçayda oluramsa, hökmən gəlirəm. Yəni, bunların üstünə gəlib, onlara bir salavat demək, onları yad eləməmək heç bir vətəndaşa sığışmaz. Azərbaycan xalqına sığışmaz. Mən yenə deyirəm, çox sağ olun hamınız. Allah köməyiniz olsun. Allah hamınızdan razı olsun ki, bizim oğlanları sayırsınız, seçirsiniz. Bu oğlanlar seçilən oğlanlardır. Seçilmiş oğlanlar getdi. Nə deyə bilərəm? Ancaq deyərəm, məqamlarınız ucadan uca olsun. Bir daha hamınıza çox sağ ol deyirəm. Bizim icra başçımız yerin dəyişdi. Uğurlar, can sağlığı arzulayırıq. Gələnimizə də uğurlar, can sağlığı. İşlərində müvəqqətiyyətlər arzulayıram, hər ikisini. Yəni bizim kimi anaları, ataları yaddan çıxartmasın heç kəs. Sağ olun. Sağ olun. Məraqsız cəmaatı qonşu kəndlərdə artıq bütün rayon, bütün respublika tanıyır. Çox zəhmətkeş ailə olublar. Rəhim də onun evladı çox yaxşı uşaq olub, insanlı uşaq olub. Və əsası odur ki, vətən uğrunda öz canını fəda. Əvvəl çıxış edənlər qeyd elədi. Bəli, biz bugün bu torpaqlarda sərvət yaşayırıqsa, sərvət hərəkət ediriksə, sərvət inkişaf var, respublikamızda özü görürsə hər bir tərəfində biz hamımız şəhidlərə borçluyuz. Allah onlara rəhmət eləsin, ruhları şəhid olsun, necə ki, yəni bizim deməyimizdir, onlar artıq cənnət məşandır. Bir daha salamlayıram şəhid valideynlərini. Çox sağ olun. Sağ olun, Allah razı olsun. Sözü xoş gördük. Bu günlərim Axsan gəlmişik. Zeynəb balamızın, Ödqar balamızın yanında olmağa. Allah cəm şəhidlərimizin məqamınızadan uzağa məkanını cənnət edəsin. Allah atalarına, analarına, sevənlərinə səbir versin. Mənim evladım 19 yaşın torpaqda elədi, 6 ayın əsgər oldu. Aprelin 4-də əsgər keçməmiş, səhər yuxudan durdu, güzün qabağında durdu. Dedi, Ramiz Rövşən şeirin dedi, məni saymayanlar qoy saymasınlar, məni saymayanlar axmaq da axmaq. Onlar nə bilirlər kim olacam, gün olacaq, bir yox, min olacaq. Dedim, Vüqar bir də dedi, mən şəhid olandan sonra əzbərləyib hər yerdə deyəsən. Dedim, Vüqar niyə elə deyirsən? Dedi, mən şəhid olacam, mənim şəhid qardaşlarım olacaq. Onların ataları sənin qardaşların, anaları sənin bacıların olacaq. Bu günlərin biz analar, atalar üçün evlatlarımız ağır işçidir, şəhid işçisidir. Ancaq ki, Azərbaycanın hansı bir yerinə geçsək, qalmağa yerimiz olmasa da, o şəhid balalarımıza görə hansı bir şəhid ailəsinin qapısını açsaq, biz elə bir öz balamızın evini açmış olacaq, öz bacımızın, qardaşımızın evinin qapısını açmış olacaq. Allah bu şəhid ailələrin birliyin, dirliyin əllərindən almasın. Allah qazilərimizə şəfa versin. Sərhədlərimizi qoruyan hal-hazırda əsgərlərimiz var. Onları pənahında saxlasın. Heç bir şəhid anasının üstünə balasının tabutda gəlməyi qismət edəməsin. Əsgərlərin bizi Allah qorusun. İsmailli Dövlət Humanitar Təbii Texnologiya Kollecinin çoxsaylı kollektivi adından sizi salamlayıram. Hörmətli şəhid valideynləri, sizin ilk növbədə qarşınızda biz baş əyirik. Həqiqətən də bu natiqimiz gözəl bir məsələyə toxundu ki, biz fəxr edirik ki, bu insanları tanımışıq. Həqiqətən də biz də fəxr edirik ki, Rəhimin, Orxanın və Fərdin müəllim olmuşuq. Onlar bizim parti qarşısında bizimlə əyləşiblər. Həqiqətən də bu fəxr olması bir şeydir. Və ən önündəsi də burada sanki indi mənim belə
fikirləşdim ki, bu şəhidlərimiz təkcə bizim bu 44 günlük vətən müharibəsində torpaqlarımızı birləşdirmədilər. Bu gün insanlarımızı birləşdirdilər ruhən. Bu gün burada Ağsudan, İsmayıllıdan insanlar sanki eyni doğma insanlardır hamısı. Bax, bu şəhidlərimizin bizə verdiyi dəyər budur. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah bütün şəhid valideynlərimizin hamımızın qarşısında biz baş əyirik. Və onu da bilin ki, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin hər bir gələn tələbəsi bizim rəhimimizi, Orxanımızı və Fərdimizi tanıyacaq. Hər bir tələbə. Çünki ilk növbədə onların girişi orada, onların həyətdəki abidəsi ilə və kollecin daxilindəki abidəsi və onların sinif otaqları, onlar hamısı tələbələrə bir göstərilir və onların necə bir belə deyək, tələbə olaraq və vətənimizə nə olduğu onların hamısına aşılanır. Ona görə də şəhidlər ölmür, ölməyəcək də. Hər il bizim 500-400 tələbəmiz kollecdən belə deyək, bu yenilənmə gedir, amma bu 3 şəhidimizin adı heç vaxt oradan çəkilməyəcək. Ta ki, kollecinə qədər durduqsa. Mən elə gəlir ki, bu bütün müəssisə və təşkilatlarda da bu formada gedəcək, bütün el-obada, kəndlərdə, rayonlarımızda, şəhərlərimizdə də bu formada gedəcək və ona görə də biz həmişə o şəhidlərimizdən fəxr edəcəyik. Allah rəhmət eləsin şəhidimizə və şəhid anaları, valideynlər sizin qarşınızda baş əyirik. Çox sağ olun, mən çox sağ olun. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, yerləri cənnət olsun, ruhları şad olsun. Bəli, bir nə rəhim qardaşımızın 5-ci il dönmə yığışmışıq. Şəhidlər haqqında çox danışmaq olar. Ancaq torpağımızın bütövlüyü uğrunda öz sözlərini demişlər. Ona görə də mən bu günləri şəhid anlarının, atalarının qarşısında baş əyirəm. Onlar həmişə başlarını dik tutsunlar. Onlar həqiqətən qəhrəman yetişdiriblər və bu gün də onların qəhrəmanlığı göz qabağındadır. Mən bir şəhid atası olaraq bu şəhid anlarımıza, şəhid qardaşımıza deyirəm ki, şəhidlərimizi həmişə təbriq eləyərim, şəhidlərimizi çox unutmayalım və onların yaşaması üçün gərək biz özümüz belə yaşayaq ki, onları yaşadaq. Bir daha Allah cəmi şəhidlərimizə rəhmət eləsin, yerləri cənnət olsun. Sağ olun, çox sağ olun. Tədbir iştirakçıları, əziz və çox hörmətli Ağsaçlı, Qaraörpəli şəhid anaları, şəhid ataları, tədbir iştirakçıları, hamınızı salamlayırım. Biz də şəhid valideynik, İsmaildən gəlmişik. Bütün nə qədər ki imkanımız var, bütün şəhid tədbirlərində iştirak eləmək hər birimizin borcudur, o cümlədən də bizim borcumuzdur. Bu gün işığına yığışdığımız şəhid Rəhim qardaşımız təhti ölür. Bütün Azərbaycan hər yerində şəhidlər var, onun qardaşları var. Onlar sözsüz hamısı cənnətdədir. Allah yerlərini cənnət eləsin, bizlər də Allah Taala onlara qonşu eləsin. Şəhidlər təkcə müstəqillik, vətəni bizə qaytarmadılar. Onlar bizim imanımızı, dinimizi, bütün tapdanmış nəyimiz var idi, hamısını bizə qaytardılar. Bunu bütün dünya gördü. Və bu gün onların azad elədiyi torpaqlara qayıdırlar, oranın sakinləri. Oraya qayıdan insanların da hər birinin olan dərdi çox böyükdür. Elə ailə var 5 nəfər, 3 nəfər, 2 nəfər, ya elə ailə var təmiz silinib həyatdan yoxdular. Ancaq bu gün indi yerdə qalanları tədricən Ali Başkomandanımızın, prezidentimizin dəstəyi ilə, tövsiyəsi ilə, şücaəti ilə onlar yavaş-yavaş qayıdırlar yerlərinə. Onlar orada yaşayıb yaratdıqca hamı da görür ki, dövlət nə cür tikintilər aparır orada, nə cür yaradırlar. Qalan işlər oraya keçən sakinlərin işidir ki, o alınan torpaqlar elə bir vəziyyətə gətirməlidir ki, orada yaşayan sakinlər. Ora olmalıdır bir ocaq, ora olmalıdır bir pir, hər bir rayonu. Çünki orada çoxlu şəhid qanı var, şəhid naləsi var, əsgər naləsi var, mülki vətəndaşların nalələri var. Bunu hamımız görmüş Xocalı hadisələri, Ağbabalı hadisələri, Kəlbəcər və s. Oraya qayıdan sakinlərin ömürlük borcudur ki, o torpaqları o həddə çatdırsınlar ki, oraya hər kəs gedəndə desin ki, ziyarətgaha gedirəm. Hansı rayona gedir, geçsin, ora elə qəbul olunmalı. Sonra qaldı
xalqa, cəmaata Allah hamıya kömək olsun. Allah hər bir kəsin kəndinə, qoşularına can sağlığı versin, rayonuna can sağlığı versin, rayon icra hakimiyyətinə Allah kömək olsun. Bizdə şəxsən 5 ildir, onlar biz bir dəqiqə başsız qoymurlar, hər dəqiqə. Sonra bizim İsmail Rəyan Dövlət Humanitar Kolleci 5 ildir. Onların elə bir tədbiri yoxdur ki, biz orada iştirak, tək biz yox, bir neçə şəhid ailələri orada iştirak eləmir. Demək, biz orada yoxsa onlar o tədbir eləməyəcəklər. Mütləq gözləyirlər ki, biz gələr, sonra o tədbiri başlasınlar. Ondan əlavə də vaxtında Allah and olsun. Elə olur ki, bir gündə 3 dəfə, 2 dəfə, 5 dəfə telefonla soruşurlar, hal-əhval soruşurlar. Çox sağ olsunlar, hər bir kəs. Bizim kəndə, mən İsmail Rəyan Diyallı kəndindənəm, burada tanıyanlar var. Allah and olsun, bizim 5 ildir kəndimizdə toy olmur, nətər olmur. Bütün kənddə toy eləyənlər hamısı gedib rayonda, restoranlarda eləyirlər ki, bizim 1-ci Qarabağ döyüşlərində 6 şəhidimiz var. 44 günlük müharibədə 2 şəhidimiz, 1 itkinimiz var. Şəhidimizin anası Könül xanım da burada, Turaş Xızadən, o da 44 günlük müharibənin şəhididir. Bax, bizim kənd elədir, Allah haqqı götürüb gedirlər hamısı ki, qoy kənddə musiqi səsi olmasın. Ya gəlin aparırlar, elə gedirlər, heç elə bil ki, bir dənə nə siqnal, nə heç bir şey. Bunu eləyən cəmaatdır, el-obadır. Allah hamının el-obasını var eləsin. Allah hamıya kömək olsun. Xalq olmasa, cəmaat olmasa, biz bu günlər gəlib burada ayaqüstə durub şəhidimiz də ziyarət edə bilməzdik. Halımız olmazdı, ya heç dilimiz söz tutub deyənməzdi. Allah haqqı. Çox sağ olun, bütün el-oba. Azərbaycan sağ olsun. Çox sağ olun, hamınıza təşəkkür edirəm, sağ olun. Allah hamımızın ziyarətini qəbul eləsin. Allah hamımızdan razı olsun. Söz verir şagirdlərə. Sən vətənə xidmət etdin, tarix yazan igid oldun. Qanın axdı torpaqlara, canından keçib şəhid oldun. Şəhid oldun, sən amansız. Füzuli Xocavənd istiqamətində gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olmuş şəhid Həmidov Rəhimi hörmətlə anırıq. Vətən müharibəsinin şanlı əskəri Həmidov Rəhim ehtiram oldu. Vətənin çalışına mən varam deyən ilk oğullardan oldu. O, qəlbindəki ana boşluğunu vətən sevgisi ilə doldurmuşdu. Rəhim döyüşə yollanarkən sanki sil pıçıllamışdı. Əgər şəhidlik tacını geyinərəmsə, mənə anamın məzarının yanında dəfn edir. Başqa qəhrəmanlar da torpaq istəyirdi. Rəhim isə torpaq altında, ana qucağı. O Füzulinə azad etdi, Xocavəndi fəth etdi və sonda ən böyük mükafatı qazandı. Vətən uğrunda ölümsüzlük və anasına əbədi qovuşmaq. Bu sadəcə bir qəhrəmanlıq hekayəsi deyil. Anasına ən gözəl oğul borcunu ödəmiş bir əsgərin dastanıdır. Payız gəlir, yenə gözüm yaşlıdır. Neçə şəhid verdim, ağladım. Soruşmayın, niyə gözüm yaşlıdır? Mən şəhidimə laylay dedim, ağladım. Sizin kimi vətən sevən görmədim. Göz qırpmadan candan keçən görmədim. Torpağına canım qurban deyən görmədim. Bu gün sizi vətən bildim, ağladım. Mən adından, Rəhimin ailəsi adından minnətdarlığımı bildirirəm, sağ olsunlar bu iştirak edirlər. Əfəndi bir dua versin. Ondan sonra inşallah hər kəs də evinə dəvət eləyir, ehsan süfrəsinə, çay süfrəsinə buyura bilər. Buyursun əfəndim. Əslər olsun ki, döyüşlər bitkisiz olmur. Əmin etmək istəyirəm ki, şəhidlərimizin, yaralıların qanı yerdə qalmayacaq. Anacan azağla, az sinəni dağla, oğlum şəhid oldu, başın dik saxla. Atacan üzümə, vətən düşüb zülmə, oğlun şəhid oldu, məhd dur bükülmə. Anacan
üzüme, vətən düşüb sürme. Oğlun şehit oldu, mert dur bükülme. Geri oğlun gelmez, dertten üzün gülmez. Yaşayar kalplerde, şehitler ölmez. Saçına den düştü, zaman tez ötüştü. Yarın çağır gelsin, bu son görüştür. Saçına den düştü, zaman tez ötüştü. Yarın çağır gelsin, bu son görüştür. Anacan ağla, az sineni dağla. Oğlun şehit oldu, başın dik sakla. Atacan üzüme, vətən düşüb sürme. Oğlun şehit oldu, mert dur bükülme. Ne haldayam yarim, tükenipti halim. Beni koyup gittin, niye ay zalim? Çok ağırdır həsrət, anam ağla xəlvət. Yarım mənsiz qaldım, saxla əmanət. Çok ağırdır həsrət, anam ağla xəlvət. Yarım mənsiz qaldım, saxla əmanət. Anacan ağla, az sineni dağla. Oğlun şehit oldu, başın dik sakla. Atacan üzüme, vətən düşüb sürme. Oğlun şehit oldu,